Salam dostlar, mən Şahla İsmailova. Bu günləri sizlərə 5 nömrəli kataloqumdan sifariş verdiyim məhsullarımla təqdimat edirəm. Hər birinizə xoş izləmələr diləyirəm. İlk öncə sizlərə kataloqumuzu göstərmək istəyirəm. Hansı ki, bu kataloqda da digər kataloqlarımızda olduğu kimi çox gözəl endirimlər və yeniliklərlə dolu məhsullarımız var. Və kataloqumuzun hədiyyəsi isə ekspert seriyasından olan belə bir üz baxım məhsullarıdır. Əgər siz də bu baxım məhsullarını hədiyyə olaraq qazanmaq istəyirsinizsə, qeydiyyatdan keçib və ilk sifarişinizi yerləşdirməyiniz kifayətdir. İndi isə keçirik məhsullarımıza. Məhsullarım deməli, bəylər üçün nəzərdə tutulmuş belə bir dəfəlik istifadəyə uyğun olan ürgüclərdir. Bu ürgücdə açıq şəkildə sizlərə göstərmək istəyirəm. Baxın, 3 ədəd ürgücdən ibarətdir. Belə bir başlığı da var. Başlığı çıxardıqdan sonra rahat bir şəkildə istifadəyə uyğun olur. Növbəti məhsullarımız isə deməli, mətbəx üçün belə bir qayçı sifariş vermişəm. Bunu da sizlərlə bölüşmək istəyirəm. Artikul kodu isə 910 095'dir. Baxın, belə bir qayçıdır. Deməli, açmaq üçün bu hissədən bu şəkildə toxunuruq və açırıq. İstifadə edirik. Bu şəkildə istifadə olunur və yenidən formada bağlayırıq. Digər bir məhsullarımız isə beləsinə bir mətbəx salfetləridir. Həm toz silmək üçün uyğundur. Deməli, ölçüsü 35'in 35'ədir. Çox gözəldir. Çox bəyənirəm. Keçən sifarişimdə də bir ədəd sifariş vermişdim. Bu kataloqda da 75% endirimlə 2 ədəd sifariş vermişəm. Çox sevirəm bu məhsulları, bu salfetləri. Çox yaxşıdır, mətbəxdə istifadə etməyə uyğun bir məhsullardır. Digər məhsulumuz isə ilk dəfə sifariş etdiyim belə bir istər körpələr üçün, istərsə də orta yaşlı uşaqlar üçün və yaxud da hər kəs üçün istifadəyə uyğun olaraq belə bir nəm salfetlərdən sifariş vermişəm. Deməli, tərkibində spirt yoxdur, rənglendirici yoxdur. Ürək rahatlığı ilə 0 yaş üstü uşaqlara istifadə edə bilərsiniz. Depantenol tərkiblidir. 40 dənə içərisində deməli nəm salfetka var. İstifadə etdiyiniz salfetləri sonradan baxın unitaza ata bilərsiniz rahat bir şəkildə. Çünki heç bir boru tıxanıqlığına imkan yaratmır. Suda çox gözəl şəkildə həll olunur. İndi isə açıb sizə göstərmək istəyirəm bir ədədinin ölçüsünü. Baxın, bu formada salfetlərdir. Belə bir nəm salfetdir. Alıb ürək rahatlığı ilə istifadə edə bilərsiniz. Digər məhsullarımız isə belə bir dişlər üçün nəzərdə tutulmuş ağardıcı karandaşdır. Deməli, Royal bir seriyasından olan 24K, yəni 24 karatlıq qızıl tərkibli olan belə bir məhsulumuzdur. Deməli, bunu da sizinlə bölüşmək istəyirəm. Artikul kodu 3676'dır. Baxın, belə bir karandaşdır. Formada belə açılır. Zərif tüşlərdən ibarətdir. Və belə buradan aşağı hissədən fırlatdıqca
Aha, baxın. Biraz artıq fırlatmaq lazımdır ki, tərkibində olan gel fırçanın o tüstüşlərin içərisindən çölə çıxsın. Baxın, belə bir teksturaya malikdir. Bu formada dişlərinizin üzərinə sürtərək dişlərinizi bəyazladırsınız. Digər məhsulumuz isə belə bir ətirimizdir. Qadınlar üçün nəzərdə tutulmuş ətirdir. Keçən kataloqun hədiyyəsi idi. Bu kataloq özüm üçün balaca formasını sifariş verdim və qoxusuna baxmaq istədim. Gəlin birlikdə sınaqdan keçirərək öz fikrimi sizlərlə bölüşüm. Çox qəşəng qoxusu var. Belə sərin qoxu deyil, gül qoxusu da deyil, boğucu qoxu da deyil. Yəni qarışıq bir qoxusu var, amma insanı narahat etmir. Yəni gözəl bir qoxudur. Hətta getdikcə qoxunun rəngi deyərdim də açılır və çox gözəl, yüngül bir qoxuya çevrilir. Əgər alıb sınamaq istəyirsinizsə, ilk öncə belə bir kiçik ölçülərini və yaxud da probliklərini alıb sınaya bilərsiniz. Bu isə bizim Tenskin seriyasından olan yeniliyimizdir. Kataloq üzərində göstərmək istəyirəm. Deməli, baxın, Tenskin seriyamız bizim üzdə belə bir problemlər varsa, dərinizdə belə bir problemlər varsa, bu seriya mütləq sizin üçün nəzərdə tutulmuşdur. Sizin və 12 yaş üstü övladlarınız üçün nəzərdə tutulmuş bir seriyadır. Deməli, məhsulların dəstinə nələr daxildir? Bir ədəd belə bir üz yuma geli, bir ədəd belə bir lasyon. Baxın, lasyonu da sifariş vermişəm. Belə bir krem və bu isə bizim yeniliyimizdir və bir də burada burun üstü qara nöqtələri ləğv etmək üçün, aradan qaldırmaq üçün belə bir lentlərimiz var. Deməli, bu məhsulumuz nə üçündür? 2% salisli turşusu və pantenol ilə zənginləşdirilmiş bir zərdabdır. Qara nöqtələri azaldır və yenilərinin yaranmasının qarşısını alır, qızartıları aradan qaldırır və dərini sakitləşdirir. Gəlin birlikdə məhsulumuza baxaq. Baxın, bu formada məhsuldur. Artikul kodu 12183'dür. Baxın, belə bir teksturaya malikdir. Qoxusu falan da yoxdur. Yəni, əgər sizdə də dəridə problemlər varsa və yaxud da övladlarınızın dərisində problem varsa, yeniyetmə dövründə olan problemlərdən, siz də bu Tenskin seriyasından alıb mütləq istifadə edin. Bu isə bizim Lakrem seriyasından olan xanımlar üçün nəzərdə tutulmuş antiperspirantdır. Badam və badam çiçəyi qoxulu, çox gözəl məhsuldur. Çox qəşəngdir. Əgər hələ də almamısınızsa, mütləq alın, sınayın. Bu isə sifarişdir, açıb göstərə bilmirəm. Günəş kremidir, 50 SPF. Əgər siz də hələ də Faberlic'in günəş kremlərindən alıb istifadə etməmişsinizsə, mütləq və mütləq alın, istifadə edin. Çünki Faberlic'də olan günəş kremləri digər günəş kremlərindən daha üstün və daha zəngin pigmentlərə, yəni tərkibə malikdir. Hansı ki, bu günəş kremləri sizi həm günəşin zərərli şüalarından qoruyur, həm telefonun zərərli şüalarından qoruyur, istər telefon olsun, istər kompüter olsun və televizorda olan şüalardan qoruyur və havada olan zərərli maddələrdən sizin dərinizi qoruyur və qayğısına qalır. Əgər almamısınızsa, mütləq alın və sınayın. Digər məhsullarımız isə Aromia seriyasından olan belə bir maye sabunlardır. Bundan artıq ikinci dəfədə alıram. Keçən dəfə də almışdım. Deməli, limon və nanə qoxulu olan bu məhsulu çox sevdim. Onu qeyd edərdim. Və bir də bu isə bizim yeniliyimizdir. Kataloqda da Aromia seriyasından olan yeniliklərimiz çoxdur. Baxın, bu bizim deməli belə bir ev təravətləndirici məhsulumuzdur. Sonra maye sabunla birlikdə
Krem də var, parfümlü, yəni limon və nanə qoxulu, bədən və əl üçün kremdir. Sonra isə belə bir vişnə qoxulu olan duş geli, bədən spreyi və krem var. Bunlardan da alıb istifadə edə bilərsiniz. Sonra yenə də belə bir acı istiot və çiçək qoxulu. İkisinin bir-biri ilə ahəngi olan çox gözəl məhsullardır. Bunlardan da alıb sınaya bilərsiniz və belə bir burada ev təravətləndiricilərin qoxuları var. İstəyə və zövqə uyğun olaraq seçib alıb istifadə edə bilərsiniz və bir də belə sprey formasında var. Deməli, bunlar belə. Növbəti məhsulumuz isə keratin kompleksli olan saç spreyimizdir. Hansı ki, bunu da artıq ikinci dəfədə sifariş verirəm. Çünki istifadə edildi və çox bəyənilirdi. Bu məhsulumuz deməli tərkibi dəniz duzu ilə zənginləşdirilmiş bir məhsuldur. Bu saçlarınızı çox gözəl şəkildə həcm verir və saç düzümünüzü qoruyur. Əgər sınamamısınızsa mütləq alın, sınayın, çünki peşman olmayacaqsınız. Digər məhsulumuz isə Expert Parma seriyasından olan belə bir bütün saç tipləri üçün uyğun olan şampundur. Hansı ki, saçda olan kəpəyi dərhal aradan qaldırır, istifadə edilib və bəyənilən məhsullarımızdan biridir. Digər məhsullarımız isə keçən kataloqun yenilişlərindən olan yasəmən qoxulu və kamelya qoxulu belə bir bədən spreyləridir. Keçən kataloqda sifarişim zamanı deyəsən sprey olmadığı üçün ala bilməmişdim. Bu kataloq aldım və bunun qoxusuna baxmışdım. Çox gözəl qoxusu var idi. Bunun da qoxusunu sizinlə paylaşmaq istəyirəm. Yasəmən qoxusu deyil, yalan deməyəcəm. Vallahi billahi yasəmən qoxusu deyil, amma çiçək qoxusu verir. Onu deyərdim. Dağıtdım buraları da. Sonra digər məhsulumuz isə Story de Amor seriyasından olan, bunun deməli duş gelini almışam. İntim gigiyena üçün nəzərdə tutulmuş, həssas dərilər üçün əsasən də nəzərdə tutulmuş gelini almışam, sabununu almışam. Hansı ki, əl işi sabunuydu, çox gözəldi. Qoxular da möhtəşəm idi. Dedim, o möhtəşəm qoxunun mütləq və mütləq bədən spreyi olursa, mən onu almalıyam və təbii ki, eyni qoxu, eyni zəriflik, eyni mükəmməl çalarlar deyərdim. Çox qəşəng qoxusu var. Mütləq və mütləq alın, sınayın. Digər məhsulumuz isə hazır. Başlığı da burada durmuşkən antijir, yəni bizim mətbəxdə vazgeçilməzimiz olan qaz plitələri təmizləmək üçün, yağları aradan qaldırmaq üçün, yağı kiri aradan qaldırmaq üçün bizə cəmi 60 saniyə lazım olacaq ki, bu məhsulu istifadə edib və hər tərəfi par-par parıldadaq. Bu bizim deməli bu məhsulumuz bu formada gəlir və yanında da belə bir başlığı gəlir. Özünüz əlavə edin. Bunu açırsınız, sonra bunu bağlayırsınız və istifadə edirsiniz. Qeyd edim ki, bu məhsulu istifadə etməzdən öncə mütləq və mütləq əlinizə əlcək geyinin. Çünki tərkibində yağ parçalayıcı olduğu üçün, yağ parçalayıcı maddə olduğu üçün əllərinizə ziyan verə bilər, belə deyim. Digər məhsulumuz isə belə bir kapuçino qoxulu, kofe qoxulu, dəhşət kofe qoxusu verir də. Bu məhsulu kimlər ala bilər? Kofe sevənlər mütləq bunu alıb istifadə etməlidir. Çünki çox gözəl kofe qoxusu verir. Bu bizim duş gelimizdir. Deməli, həcmi 500 ml-dir və artikul kodu 2015-dir. Mütləq alın, sınayın, razı qalacaqsınız. Bu isə duş gelinin dəsti olan belə bir maye sabundur. Növbəti məhsulumuz isə yeniliyimiz olan belə bir duş gelidir. Alma qoxusu, dəhşət dərəcədə. Bu duş geli yox, daha doğrusu alma sokuna bənzəyir, belə deyərdim. Çünki dəhşət dərəcədə alma qoxusu verir. Adam istəyir ki, bunu sadəcə olaraq stəkana süzüb içsin. Yəni o qədər gözəldir də. Yəni bir duş gelinə bu qədər qoxunu necə sıxışdırıblar, mən başa düşə bilmirəm. Çox mükəmməldir. Çox sevəcəyiniz, alma sevərlər üçün
mükəmməl bir məhsuldur. Alın, sınayın. Çox razı qalacaqsınız. Çünki qoxusu dəhşətdir. Mən inanıram ki, növbəti sifarişlərimdə də mənim növbəti belə deyim də, təqdimatlarımda da bu duş gelini mütləq və mütləq görəcəksiniz. Çünki o qədər mükəmməl bir qoxusu var. Bu isə Soyun seriyasından olan paltarlar üçün ətirləyici və yumşaldıcıdır. Bunun da qoxusuna baxın və sizlərlə bölüşüm. Gül qoxusu verir və gül qoxusu ilə qarışıq başqa bir gülün elə bir iki gülün qoxusunun qarışığıdır, belə deyərdim. Tam da elə bir qızıl gül qoxusu yoxdur da, amma qızıl gülün qoxusu gəlir arada. Bu da qəşəngdir. Bunu da istifadə edib fikirlərimi sizinlə bölüşəcəm və lakrem, yəni hər zaman istifadə etdiyim və bəyəndiyim duş geli. Digər məhsulumuz isə belə bir Soyun seriyasından olan qab yuma vasitəmizdir. Bu qab yuma vasitəsi digərlərindən ona görə fərqlənir ki, deməli bu hissəsi basmalıdır və çox rahat bir şəkildə qabları yuyarkən işinizi asanlaşdırır. Digərləri isə yenə də belə bir qab yuma vasitələridir. Deməli qarpız qoxulu və bu da tropik çiçəklərin qoxusunu verir deyərdim. Çox qəşəngdir qoxular. Yay ab-havalı qoxular var. Çox qəşəngdirlər. Mütləq və mütləq alıb sınayın. Çox razı qalacaqsınız. Deməli, növbəti məhsullarımız isə baxın bunlardır. Deməli, bu bizim polları silmək üçün çiçək qoxulu belə bir məhsulumuzdur. Məhsulu 1-2 damcı hardasa litrə uyğun olaraq da, məsələn, belə deyərdim, hardasa 10 litr suya 10-100 milim bu məhsuldan əlavə edirsiniz, qarışdırırsınız və pollarınızı çox gözəl şəkildə təmizləyir. Digər məhsulumuz isə belə bir yenə də ətirləyicidir. Paltarlar üçün nəzərdə tutulmuş. Çox gözəldir. Bundan da neçə dəfə istifadə etmişəm və təqdimatlarımda da çox görmüsünüz. Və belə bir ləkə çıxardıcımızdır. Extra Oxy Faberlic Home seriyasından. Bu da mənim vazgeçilməzlərimdəndir. Bunu da çox bəyənirəm. Və bir də Expertin keratin tərkibli şampunu. Deməli, balzamı hələ də qalır. Çox bərəkətli şampunu deyərdim. Daha doğrusu balzamdır. Şampun bitir, amma balzam hələ də qalır. Deməli, 750 milim həcmə malik olan və artikl kodu onu 352 olan belə bir keratinli şampunu alıb sizdə istifadə edin. Çox gözəldir. Çox qəşəng saçlara qulluq edir. Digər məhsullarımız isə baxın, yenə də Faberlic Home seriyasından olan toz şəkildə yuyucu tozdur. Hansı ki, paltarlarda olan ləkələri çıxardır. Və Salon Kare seriyasından olan belə bir saç boyalardır. Deməli, 501 mokko rəngidir. Sonra 3.0 acı şokolad. 2 dənə də 3.0. Deməli, 3 ədəd saç boyası sifariş vermişəm. 2 ədədi acı şokolad rəngindədir. 1 ədədi isə mokka rəngindədir. Bunları qarışdırıb istifadə edəcəm. Çox qəşənglər rəngləri və bu seriyanın saç boyalarını çox sevirəm və çox bəyənirəm. Növbəti məhsullarımız isə baxın, çox belə gözəl bir məhsul sifariş vermişəm özüm üçün. Digərlər üçün də deməli belə bir üz yuma aparatıdır, masajordur. Çox qəşəngdir. Baxın, burada instruksiyası verilibdir. Necə istifadə etmək lazımdır, hansı başlıq nə üçündür. Belə bir qablaşmaya sahibdir. Buradan açırıq və dadadadam, çox gözəldilər. Baxın, belə bir yumuşaq başlığı var. Yumuru, masajorudur bu. Bu fırça formasındadır.
Bir də belə bir başlığı var. Deməli, bu başlıq əsasən üzü peeling vasitəsilə təmizləmək üçün nəzərdə tutulmuşdur bu başlıq. Və bir də onu da deyim ki, baxın, element ilə işləyir. Element salırsınız bu hissəyə və istifadə edirsiniz. Bu başlıq peeling istifadə edərkən nəzərdə tutulmuş bir başlıqdır. Bu köpükləmək, yəni üz yuma gelini əlavə edirsiniz və üzünüzü rahat bir şəkildə bu başlıqla təmizləyirsiniz. Digər başlıqda həmçinin köpük falan və yaxud da gel ilə yuma zamanı tətbiq üçün nəzərdə tutulmuş başlıqdır. Və sonuncu isə belə bir masajordur. Hansı ki, bütün yuma təmizləmə işlərini bitirdikdən sonra üzünüzə hər hansısa bir serum tətbiq edirsiniz və bu başlığı ilə gözəl bir şəkildə üzlərinizə qulluq edirsiniz, baxım edirsiniz və masaj edirsiniz üzlərinizi. Çox gözəl nəticə alırsınız bu sayədə. Belə. Sonra başqa məhsullarımız da yenə də var. Təbii ki, bizim yeniliklərimizdən olan çox gözəl, çox sevəcəyiniz məhsullardır. Belə bir çaşqalardır. Çox bəyəndim. İlk gördüyümdə də çox bəyənmişdim. Katalogda təbii ki, baxın, çox gözəldilər, çox şirindilər. Bu bizim qırmızı rəngdə olan çaşqamızdır. Belə bir aşağıda deməli yazısı var, Fabricom yazısı var. İçərisi bu formadadır. Və bir də baxın, bu rəngi var. Belə. Çox qəşəngdilər, çox bəyəndim, çox sevdim. Hər ikisi də Fabrika aiddir. Belə bir geniş həcmə malikdir. Yəni, çay sevənlər üçün mükəmməl bir hədiyyə olardı deyərdim. Əgər sizin özünüzdə çayı sevirsinizsə, özünüzə hədiyyə edə bilərsiniz. Bu fincanlardan hər hansısa birini və yaxud da hər ikisini yoldaşınızla oturub çay içə bilərsiniz. Və bu gözəlliklərin həzzini çıxarda bilərsiniz. Və digər növbəti yeniliklərimizə də təbii ki, sizinlə davam edirik. Növbəti yeniliklərimiz isə bu qutularda gizlənibdir. Deməli, bu yeniliklərimizi də çox sevdim, çox bəyəndim. Əgər içərdikdirsə, deməli, dəst şəklində istifadəyə uyğundur. Baxın, belə bir termoslarımızdır. Çəhrayı rəngdədir bu. Deməli, bunun artikel kodunu sizlərə demək istəyirəm. Artikel kodu 910-682-dir. Belə bir termosdur. Baxın, bu formada. Əgər çay dəmləmək istəyirsinizsə, çayı bu hissəyə salırsınız və bunu bağlayırsınız. Bu formada rahat bir şəkildə bunu bağladıktan sonra istifadə edə bilirsiniz. Deməli, isti saxlama saatı 6-8 saat ərzində isti saxlayır. Digəri isə qara rəngdədir. Qara rəngdə olanın artikel kodu isə deməli, həcmi isə 500 millimdir. Artikel kodu isə 910-683-dür. 910-682 rozov rəngdir, 910-683 qara rəngidir. Tam qarada deyil, boz deyərdim, boz rəngdədir. Çox qəşəngdir, çox bəyəndim bunu da. Yenə də bu da eyni qaydadadır. Baxın, belə bir içi də metalik rəngindədir. 6-8 saat çox rahat bir şəkildə qaynar suyu, yəni içərisinə daxil etdiyiniz temperaturda saxlayır.
Beləliklə bu günlük bu qədər. Mənim məhsullarım bitdi, təqdimatım da bitdi. İnşallah ki, məhsullarımı, yeniliklərimi bəyəndiniz. Növbəti təqdimatlarda, növbəti videolarda görüşmək ümidi ilə. Əgər videomu bəyənirsinizsə, kanalıma abunə olub, like etməyi, videolarımı unutmayın və şərh bölməsində istəklərinizi yazın, qeyd edin. Mən də sizin istəklərinizə uyğun olaraq videolar hazırlayım. Bu günlük bu qədər. Sağ olun ki, izlədiniz. Hələlik.